Təcrübənin ilk günü həm rəsmi, həm də rəngli kimliyimi ortaya qoymaq üçün outfit və ona uyğun qırmızı konverslərimi geyinirəm. Hazırlaşandan sonra isə qrup yoldaşım Aysə ilə birlikdə təcrübə mərkəzinə yola düşürük və çatan kimi elə anidən yağış başlayır. Binaya daxil olub zala gəldik və tədbir başladı. Burada bizə ilk gün olduğu üçün təlimatlar, olacağımız şöbələr haqqında məlumat verildi. Bitdikdən sonra isə çıxışda bəzi önəmli söhbətlər edirik, bəli. Gənciyə salsınlar da səni yaxalar. Sonra isə xatirə videosu çəkib qayıdırıq. Qaydanda oturacaqlarla da məç olmuşdum. Ümumiyyətlə nə rəng geyinirəmsə, həmin gün ancaq o rəngdə olan şeylər görməyə başlayıram. Aysə ilə lunch fasiləsi verdikdən sonra isə evə gəldim. Bəzi tasklarım var idi, onları etməyə başlayıram. Bu arada narıncı qələmləri hələlik fasilə verdiyim doğrudur. Növbəti tapşırığa edirəm. 5 tapşırıqda, amma sən nəsə edən günü quşların səsi, havanın temperaturu, baxın. İşim bitəndən sonra günəş gözəl vurduğu üçün fotoaparatımla bir-iki şəkil çəkirəm və hələlik edəcəklərim yekunlaşır.